Təsəvvür edin, səhər oyanırsınız, yorğun, halsız, enerjisizsiz. Bir qaşıq zəncəfil və bal qarışımı içirsiniz və sanki bədən oyanır. Bu iki təbii məhsul birləşəndə orqanizmdə möcüzələr yaradır. Kanalımıza xoş gəlmisiniz. Bu gün biz zəncəfil və bal qarışımının faydaları və zərərləri haqqında danışacağıq. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Gəlin baxaq, zəncəfil və bal qarışımı nəyə qadirdir? 1. İmmuniteti gücləndirir. Bu qarışım orqanizmin müdafiə sistemini gücləndirir. Soyuq dəymə, öskürək, boğaz ağrısı və qripdən qorunmaq üçün ən güclü təbii vasitələrdən biridir. Bir çox insan payız, qış aylarında hər səhər bir çay qaşığı qəbul edir və xəstələnmir. 2. Bədəni istilədir və enerjini artırır. Zəncəfil qan dövranını sürətləndirir, bal isə bədəni qidalandırır. Birlikdə isə həm enerji, həm də güc verir. Yorğunluğu, baş ağrısını və halsızlığı azaldır. 3. Ürək və damar sağlamlığını qoruyur. Bu qarışım xolesterini azaldır, qanı duruldur və damarların elastikliyini artırır. Nəticədə ürək daha sağlam işləyir və təzyiq normallaşır. 4. Orqanizmdəki toksinləri təmizləyir. Zəncəfilin təbii iltihab əleyhinə təsiri var. Bal isə qaraciyəri qoruyur. Bu iki məhsul birlikdə bədəni içərdən təmizləyir, dərini təravətli və sağlam göstərir. 5. Həzm sisteminə kömək edir. Zəncəfil mədə turşusunu tənzimləyir, qaz və şişkinliyi azaldır. Bal isə mədəni qoruyur və sakitləşdirir. Xüsusilə yeməkdən sonra bir stəkan ilıq suya qarışdırılmış bal və zəncəfil içmək həzmi çox yüngülləşdirir. 6. Beyni və yaddaşı gücləndirir. Zəncəfil beyinə qan axınını artırır, bal isə beyin hüceyrələrini qidalandırır. Bu qarışımı mütəmadi qəbul edənlərdə diqqət, yaddaş və zehni aktivlik artır. 7. Öskürək və boğaz ağrısına dərmandır. Zəncəfilin antibakteriyal təsiri, balın isə sakitləşdirici xüsusiyyəti sayəsində boğaz ağrısını, qıcıqlanmanı və öskürəyi qısa zamanda azaldır. Lakin burada diqqət etməli olduğumuz məqamlar var. Hər faydalı şeyin zərəri də ola bilər. Bu qarışımı mədə xorası olanlar, hamilə qadınlar və qan durulducu dərman istifadə edənlər ehtiyatla qəbul etməlidir. Gündə bir çay qaşığından çox istifadə etmək düzgün deyil. İstifadə qaydası. Bir xörək qaşığı təzə rəndələnmiş zəncəfili 3 xörək qaşığı təbii balla qarışdırın. Şüşə qabda saxlayın. Hər səhər az qayma bir çay qaşığı qəbul edin. İstəsəniz ilıq suya əlavə edib içə bilərsiniz. Nəticə. Zəncəfil və bal bədən üçün təbii güc mənbəyidir. Yorğunluq, soyuq dəymə, öskürək və zəiflikdən xilas olmaq istəyirsinizsə, gündə bir qaşıq kifayətdir. Bəs siz zəncəfil və bal qarışımını necə hazırlayırsınız? Rəylərdə fikirlərinizi bizimlə bölüşün. Bəlkə də sizin reseptiniz daha faydalıdır. Dinlədiyiniz üçün çox sağ olun. Videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın.